Septakord. 4 səsin tersiyalarla qurularaq bir yerdə və ardıcıl səslənməsinə septakord deyilir. Biz qammanın hər bir pərdəsindən septakord qura bilərik. Nəyə görə buna septakord deyirik? Çünki birinci səslə axırıncı səs septima intervalı verir. Biz əgər akordu səsləndirsək, ən birinci kənar səsləri septimanı eşidəcəyik. Deməli, qammanın natural major və harmonik minor qammasının 5-ci pərdəsindən qurulan akorda septakord deyilir. Çünki biz bilirik ki, dominanta 3 səslisi qammanın neçənci pərdəsindən qurulur? 5-ci pərdəsinə. Dominanta 3 səslisinin üzərinə kiçik tersiya gəlsək, dominant septakord alarıq. Dedik ki, natural major qammasında və harmonik minor qammasında. Biz la minordan qursaq, mi səsinə düşür. Mi'dən böyük tersi sol diyez olur. Yəni, bu diyez harmonikliyin işarəsidir. Dominant septakordda birinci səs prima, ikinci səs tersiya, üçüncü səs kvinta, dördüncü səs isə septima adlanır. Bu səsləri interval şəklində biz belə yazsaq, görürük ki, akordda hansı səs iştirak elədi? Prima, tersiya, kvinta, septima. Deməli, dominant septakord qammanın 5-ci pərdəsindən quruldu. Araları böyük tersiya, kiçik tersiyadan ibarətdir. Dominant septakord qammanın 5-ci pərdəsindən quruldu. Dominant septakordun 3 dönməsi var. Birinci dönmə 7-ci pərdədən qurulur. Dominant kvint sekstakord adlanır. İkinci pərdə dominant ters kvartakord adlanır. Qammanın 2-ci pərdəsindən qurulur. Üçüncü dönməmiz dominant sekunda akord adlanır. Qammanın 4-cü pərdəsindən qurulur. Bunları yadda saxlamaq üçün biz belə edirik. Deməli, sol 5-ci pərdədir, si 7-ci pərdə, re 2-ci pərdə, fa 4-cü pərdədir. Deməli, dominant septakord 5-dən quruldu. Birinci dönməmiz dominant kvint sekstakord 7-dən quruldu. İkinci dönməmiz dominant ters kvartakord 2-dən quruldu. Üçüncü dönməmiz dominant sekundakord 4-cü pərdədən quruldu. Dominant septakordun tərkibi böyük tersiya, kiçik tersiyadır. Dominant kvint sekstakordun tərkibi kiçik tersiya, böyük sekundadır. Dominant ters kvartakordun tərkibi kiçik tersiya, böyük sekunda, böyük tersiyadır. Dominant sekundakordun tərkibi böyük sekunda, böyük tersiya, kiçik tersiyadır. Birinci dönmədə böyük sekunda axırda səslənir. İkinci dönmədə böyük sekunda ortada, üçüncü dönmədə böyük sekunda əvvəldə səslənir.